Son zamanlar bizim evimizdə ən çox istifadə olunan qazan bu saxsı qazandır, haşlama qazandır. Bunun içərisində ördək olsun, quzu əti olsun, toyuq əti olsun, qaz olsun, ördək olsun. Yəni istədiyiniz bütün o ət məhsullarını çox rahatlıqla bişirə bilərsiniz. Bunda pişən yeməyin də dadı bir başqa olur. Bu gün bu qazanda belə şabalıqlı ördək hazırladım. Çox maraqlı bir yeməkdir. İnternetdə yəni reseptini də tapa bilərsiniz. Mağazamızda bu gördüyünüz qazan satışdadır. Bu qazan haşlama qazanı gedir. Bunun dayaz forması da var. Bu indi hündürdür. Bunun biraz dayazı olan da var. Hətta bunun enli olan forması da var. O isə dolmalıq qazan gedir. O qazanda isə daha çox yarpaq dolması, kələm dolması, aş dəmləyə bilərsiniz. Çünki onun yastıdır və enlidir. Bu qazanlar amma sırf sulu yeməklər üçündür ki, yəni bunda istəsəz lobya supu da hazırlaya bilərsiniz, piti hazırlaya bilərsiniz. Artıq yəni 4 nəfərin, 5 nəfəri ayrı-ayrıqda piti qablarını yığmağa ehtiyac yoxdur. Bütün şabalı da olsun, əti olsun, hər birini yığasınız bunun içərisinə. Belə qazın üzərinə, dəmirlisinin üzərində vam kortu qoyacaqsınız. İnşallah ümumilikdə bir 3 saat müddətində çox gözəl, yəni orada yemək hazır olacaq. Və bir də bu qazanın digər qazanlardan fərqi ondadır ki, bu qazanın içərisi təmiz cildir. Yəni bunun içərisində hər hansı bir glazur materialı istifadə olunmuyor. Glazur da məsələn bu glazurludur. Bu gördüyünüz çaynikin üzəri glazurludur. Bu nəlbəkinin üzəri bilməyənlər üçün izah verim. Glazurdur. Yəni bu şüşə materiallarının üzərinə vurulur belə hamur olsun deyə. Bu amma glazursuz, yəni təmiz, saxsı, cildən hazırlanmış qazandır. Yəni bunda pişən yeməklər də sağlamlıq üçün olsun daha uyğundur, daha belə deyək də təbiidir. Siz də bu qazanlardan əldə etmək istəyirsinizsə, aşağıda əlaqə nömrəmiz qeyd olunub. Mağazamızdan da gəlib əldə edə bilərsiniz. Məsafə uzaq olarsa, vaxtımız olmazsa gəlməyə də ödənişli formada çatdırılmada edə bilirik bu saxsı qazanları. Sifarişi olanlar əldə saxlaya bilər.